Hazır mövsümüdür. Cheesecake'in alternatifi olan boranlı keks. Herkese selam. Bugün biz Sarina'yla rahat, yüngül, cheesecake tipli bir şey hazırlayacağız. İlk işimiz bu gözəli ölçüdə bölərək əsas suda pişirməkdir. Az miqdarda suyla pişiririk. Cheesecake'in alt hissəsini əldə etmək üçün bu cür kiçik sport peçenyalar hamının bildiyi, onlardan istifadə edirik. Gücürsüz. Bunu un halına gətirdik. Çox az miqdarda əridib biraz qatacağım. Çünki birləşməsi lazımdır. Hey sağlam. 30 qram yağlar. Bunu əridib, onu əlavə edib. Kəsmə doğrama işləmləri olmasın deyə bizə belə bir qab lazımdır. Belə deyək də, porsiya. Bu arada yağımız əridi. Əlavə edirik. Az olsa da öz günahıdır. Bura əlavə edəcəm, presləyəcəm. Yəni olması lazım olan cür. Aldığımız cheesecake tabanı 8 ədəd oldu. İndi bunu soyuducuya qoyacağım ki, daha bərksin, yəni olması gərəkən şəkildə. Bu sırada buxarda balqabaqlarımız da pişdi. İndi onu bu cür bununla keçəcəm. Bunun adı nədir tam olaraq? Balqabaq ola bilər ki, kəm şirin olsun, ümumiyyətlə şirinlik olmasın. Əgər siz istəsəz bal tökə bilərsiniz. Evinizdə labne varsa ondan və yaxud da ki, şor, kəsmik, hər hansısa birini əlavə edə bilərsiniz. Məndə şor var, rayondan kəsmik, az yağlı kəsmik varsa onu da əlavə edə bilərsiniz. Balqabaqlarınız nisbətən quru alınsa 1-2 qaşıq süd əlavə edə bilərsiniz. Klasik balqabaq kətəsinin içliyidir. Bunu kətə də eləmiyorlar, amma mən başqa bir şey deyirəm. Yarım saat ərzində əmələ gələn sağlam kekslərimiz və yaxud da ki, cheesecake-in alternativi olan boranlı keks. Buna nişasta istifadə etmədən gördüyümüz kimi mükəmməl bir şəkildə aşağı və dadlı möhtəşəmdir. Möhtəşəm. Dadına baxdım, həqiqətən cheesecake-i anımsadır.